Salam. Biz bugün mən Cəfiyeva Xurşud, tarix müəllimi. Demək, sizlər üçün bugün Birinci Dünya Müharibəsini izah eləmək istəyirəm. Birinci Dünya Müharibəsi 1914-18-ci illəri əhatə edir. Demək, birinci başlayaq müharibənin səbəbləri barədə. Müharibənin səbəbləri ümumi götürsək, yəni müharibənin təqsirkarı sonda Almaniya elan olunmuşdu. Amma ümumi götürəndə müharibənin səbəbləri müstəmləkələr, onları bölüşdürmək, yeni satış bazarı, xam mal mənbələri əldə eləmək. Yəni bir növ hər bir dövlətin özünə görə məqsədi var idi. Yəni məsələn, deyək ki, Böyük Britaniyanın məqsədi nədir? Böyük Britaniyanın məqsədi Almaniyanı zəiflətmək, Rusiyanı zəiflətmək, xüsusilə də Osmanlı İmperiyasını, Antanta dövlətləri. Yəni ümumiyyətlə götürəndə bu qarşıdurmada iki dənə blok iştirak edir. Üçlər İttifaqı və Antanta. Yəni Üçlər İttifaqı məlum məsələdir ki, Almaniyadır, Avstriya Macarıstandır və Avstriya Macarıstan və İtaliya və bu dövlətlər əvvəllər Üçlər İttifaqını təşkil edir. Antanta tərəf isə İngiltərə, Fransa və plus da üstəgəldə Rusiya idi. Yəni bunlar Antanta tərəfi idi. Yəni bax bu dövlətlər çalışırdılar ki, bir-birinin ərazilərini ələ keçirsin. Dediyimiz kimi Osmanlı İmperiyası birbaşa müharibənin əvvəllərində iştirak etmirdi, amma sonradan görəcək ki, Osmanlı İmperiyası da iştirak elədi, müharibəyə daxil olacaq. Əsas məsələ dediyimiz kimi Böyük Britaniya Almaniyanı zəiflətmək istəyirdi. Fransa əvvəllər 1871-ci ildə Elzas və Lotaringiyanı itirmişdi, Almaniyadaydı. Sonra Osmanlı İmperiyasının ərazilərini bölüşdürmək istəyirlər. Yəni Almaniyanın özü də, yenə də deyirəm, ərazilərini genişləndirmək istəyirdi. Yeni xam mal mənbələri, satış bazarları əldə etmək istəyirdi. Yəni bax bütün bunlar hamısı bu dövlətlərin məqsədləri idi. Müharibənin başlanmasına gəldikdə, müharibə 1914-cü ildə başladı. Demək, Avstriya Macarıstan taxt tacının vəliəhdi Frans Ferdinand Ser millətçisi Gavrila Prins tərəfindən öldürüldü. Bununla da bu Avstriya Macarıstanın Serbiyaya ateş açmasına ilə belə səbəb oldu. Yəni bəhanə oldu. Yəni bu terror aktı sayıldı və Serbiya müharibə elan etdi. Serbiyanın isə Rusiya müdafiə etmək adı ilə Rusiya müharibəyə başladı. Almaniya da bu səfər Fransaya belə deyək də Fransanı tutmaq istəyirdi. Bunun üçün Belçikaya qoşun yeritdi. Əvvəl yəni Belçikanı tutub, sonra Fransanı tutmaq istəyirdi. Və Belçikada o dövrdə əslində bir tərəf idi və Belçikanı da müdafiə etmək üçün Böyük Britaniya müharibəyə qoşuldu. Yəni belə deyək də, Almaniya üstəgəldə yəni müharibə artıq genişləndi, çox geniş miqyas aldı. Yaponiya da müharibədə iştirak edirdi, lakin Yaponiya Avropaya qoşun göndərmədi və Sakit Okeandakı torpaqları tutmağa başladı. Dediyimiz kimi Yaponiya da müharibəyə başladı. Lakin o Avropaya qoşun göndərmədi və öz qoşunlarından Sakit Okeandakı, Almaniyanın Sakit Okeandakı mülklərini tutmağa çalışdı və üstəgəldə Çin ərazilərini zəbt eləməyə çalışdı. Yəni müharibədə dediyimiz kimi davam edir. Marna döyüşü 1914-cü ildə oldu. Bu müharibədə, bu döyüşdə bundan qabaq Almanlar ildırım sürətli müharibə hazırlamışlar, plan hazırlamışdılar ki, yəni tez bir zamanda müharibəni başa çatdırmaq və Almaniyanın bundan əlavə 1905-ci il Schlieffen planı var idi ki, iki cəbhədən müharibə aparmaq nəzərdə tuturdu. Yəni burada bax görürsünüz də xəritədə Almaniya elə bir mövqedə yerləşir ki, Rusiya və Fransanın ortasında Almaniyadır. Yəni bu plana görə Rusiya və Fransaya qarşı eyni vaxtda müharibə aparmaq nəzərdə tutulurdu. Lakin belə deyək də, ancaq 1914-cü il Marna çayı sahilində döyüşdə bu plan iflasa uğradı. Yəni İngilis-Fransız qoşunları Almanların qarşısını aldılar. Almanlar amma buna baxmayaraq qərbbdəki əməliyyatları genişləndirməyə çalışırdı. Lakin bu baş tutmadı. Çünki Rusiya qərbbdəki müttəfiqlərə kömək etmək üçün özü Almaniya ərazisinə hücuma keçdi. Almaniya da belə deyək də qayıdıb Rusiyanı məğlub eləmək istədi və bunu da dediyimiz kimi qarşısını aldı.
Yəni Rusiyanın qarşısını aldı. Yəni Rusiyanın hücumu belə deyək, Almaniyanın qərbdəki planlarını həyata keçirməyə imkan vermədi. Bu arada 1915-ci ildə əməliyyatlar biraz da genişləndi. Almaniya çalışırdı ki, Rusiyanı müharibədə məğlub edib çıxarsın. Lakin bu keçmiş kitablarda var, Gorlitsa fəlakəti. Ruslar üçün çox ağır bir itki olmuşdu. Lakin 1915-ci ildə Rusiyanı müharibədən çıxartmaq mümkün olmadı. Yəni Rusiya ağır tələfat verməsinə baxmayaraq müharibəni davam elətdirirdi. Deməli, həmin dövrdə 1915-ci ildə Almaniya dəniz döyüşlərində ilk dəfə sualtı qayıqlardan istifadə elədi və üstəgəl də Belçika ərazisində zəhərli xlor qazından istifadə elədi. Elə o dövrdə də ələk qazlar, yəni belə ağza taxılan dediyimiz kimi bax belə maskalar meydana gəldi. Belə 1915-ci ildə İtaliya ilə gizli sövdələşmə oldu. Dediyimiz kimi İtaliya üçlərin üzvü idi. Almaniya, Avstriya, Macarıstan tərəfində vuruşurdu. Amma 1915-ci ildə İtaliya bəzi ərazilər vəd elədi ki, Londonda onunla gizli bir saziş bağladılar. Yəni İtaliya keçdi Antantanın tərəfinə və Almaniyanın belə deyək də bu boşluğu doldurmaq üçün Almaniya Bolqarıstanı öz tərəfinə çəkdi. Və Bolqarıstanı öz tərəfinə çəkdi. Bolqarıstan qoşuldu və üstə gəldi Osmanlı imperiyası qoşuldu. Belə deyək, Almaniya tərəfdən müharibə. Bu oldu Dördlər İttifaqı. Yəni Dördlər İttifaqı kimdir? Osmanlı, Bolqarıstan, Almaniya və Avstriya, Macarıstan oldu. Bunlar Dördlər İttifaqı oldu. Və dediyimiz kimi bunlar müharibəni davam etdirdilər. Osmanlı imperiyası necə qoşulmuşdu? Bu kitabda da yoxdur, amma mən sizə əlavə məlumat kimi deyim. 11-ci sinif dərsliyində var. Demək, 2 dənə Alman sığınacaq gəmisi, 2 dənə Alman gəmisi Osmanlıdan sığınacaq almışdı və bunlar Rusiyaya atəş açdılar. Rusiya da qayıdıb buna cavab atəş açdı. Beləliklə Osmanlı 1-ci Dünya müharibəsinə qoşuldu və təbii görəcəyik ki, sonda çox fəlakətlər nəticələndi. Dediyimiz kimi Osmanlı həm Qərb cəbhəsində, həm də Qafqaz cəbhəsində Rusiya ilə müharibə aparırdı və Rusiyaya kömək etməkdən ötürü Rusiya ilə ağır bir Sarıqamış döyüşü 1914-cü ilin dekabrın sonları, yanvarın əvvəllərində hardasa 4-nə 5-nə qədər müharibə olmuşdu. Və bu çox Ənvər Paşanın o dövrdə qoşunları 10 minlərlə Türk qoşunu Çanaqqalada ağır itki verdi. Səbəbləri o idi ki, Osmanlı dövlətinin vəziyyəti çox pis idi. Təchizat, hər cəhətdən soyuq hava, yəni Osmanlı dövlətinin dağılmaq mərhələsi idi də, süqut dövrünə gedirdi. Yəni bu Osmanlı üçün çox ağır faciə ilə bitdi bu döyüş. Təbii ki, Osmanlılar məğlub oldular və Cənubi Azərbaycandan çıxmağa məcbur oldular. Təbrizdə deyirik, Rus qoşunları tərəfindən tutuldu. Hətta Trabzon və Ərzurumda Rus qoşunları tərəfindən zəbt olunmuşdu. Yəni dediyim kimi, burada amma Azərbaycanlılar da Osmanlılara kömək eləmişdi, amma bütün bunlara baxmayaraq Osmanlılar ağır itkilər verdilər. Bir də ki, qərbdəki müttəfiqləri Rusiyaya kömək etməkdən ötürü məsələn İstanbula diqqətlərini yönəltdilər. Bu arada, yəni ki, Rusiyaya kömək eləməkdən ötürü İstanbulu tutmaq istəyəcəklər. Ona görə də Çanaqqala boğazına tərəf yönəltdilər diqqətlərini. Ora tərəf İngilis, Fransız, yəni əsasən də bu döyüşdə tək İngiltərə, Fransa yox, İngiltərənin dominionlar, Avstriya, Hindistandan da belə döyüşçülər gəlib Osmanlıya qarşı vuruşurdular və nəticədə, amma buna baxmayaraq, Osmanlı dövlətinin ağır vəziyyətinə baxmayaraq, Osmanlı dövləti bu döyüşdə əzmkarlıqla qələbə qazandı. Portretini də görürsünüz. Yəni Çanaqqala zəfəri Türk dünyasının bir zəfəridir. Yəni Osmanlı dövlətinin belə deyək də çətin ağır vəziyyətdə bu zəfəri qazanmışdı. Yəni Türk xalqının əzəməti, zəhməti nəticəsində məsələn Seyid Onbaşı kimi insanların sayəsində bu zəfər qazanıldı və Atatürk də o döyüşlərdə iştirak eləmişdi. Atatürk də bir sərkərdə kimi o dövrdə parlamağa qabiliyyətli bir sərkərdə kimi görünməyə başladı. İndi 1916-cı il əməliyyatlarına gəlirik. Deməli 1916-cı il əməliyyatlarında, məsələn, qərbdəki əməliyyatlardan Verden qəssabxanası. Yəni burada Verden qəssabxanası o deməkdir ki, Verden bir dənə Fransada bir ərazidir, belə deyək də. Almanlar çalışırdı onu tutsun, lakin 1 milyona qədər insan öldü. Yəni elə bir şey tuta bilmədilər. Yəni cüzi bir torpaq tutmuşlar. Ondan əlavə Somma döyüşü oldu. İngilis və Fransız qərb əməliyyatlarıdır, yəni qərbdəki olan əməliyyatlardır. İngilis və Fransızlar ilk dəfə tanklardan istifadə elədilər. Yəni yenə də belə bir ciddi irəliləyiş olmadı bu iki döyüşdə də. Artıq
sülh səsləri eşidilməyə başlayır. Müharibənin sonlarında sülh çağırışları eşidilməyə başlayır. 1917-ci ildə Yutland dəniz döyüşündə yenə belə hələ ki tərəflər belə bir üstünlük əldə eləyə bilmədilər. 17-ci ildə artıq, yəni dediyimiz kimi müharibənin sonlarına doğru gelir. Rusiyada fevral burjua inqilabı oldu. Çar 2. Nikolay devirdilər. Monarxiya devrildi. Hakimiyyətə müvəqqəti hökumət gəldi. Bir tərəfdə də bilik bolşeviklər. Oktyabrda da bolşeviklər bu müvəqqəti hökuməti devirib çevriliş elədilər, özləri hakimiyyətə əl aldılar və 1918-ci ildə martında görəcəyik ki, bunlar 18-ci ilin martında Brest-Litovsk sülhü ilə müharibə Dövlətlər İttifaqı ilə müqavilə bağlayıb müharibədən çıxacaqlar. Yəni biz bunu görəcəyik. Sonra Amerikanın müharibəyə daxil olması. Amerika da müharibəyə daxil oldu. Demək necə oldu? Amerika bu Antanta dövlətlərinə borc vermişdi. Gördü ki, Antanta dövlətləri yəni ola bilsin qələbə əldə edə bilməz və yaxud da üstə gəldi Almaniya o dövrdə Amerika gəmilərinə qarşı sualtı əməliyyatlar həyata keçirdi. Bu da Amerikaya bir bəhanə oldu müharibəyə girməyə və 1917-ci ilin aprelində Amerika 1917-ci ilin aprelində ABŞ hökuməti müharibəyə girmə haqqında qərar qəbul etdi. Görürsünüz, prezidentin konqresə müraciətidir o haqda. Yəni 17-ci ildə ABŞ müharibəyə girdi. 18-ci ildə dediyimiz kimi martın 18-də, martın 3-də Brest-Litovsk sülhü ilə Rusiya müharibədən çıxdı. Bundan sonra yavaş-yavaş artıq digər ölkələr də müharibədən çıxmağa başladılar. Deməli, dediyimiz kimi bolşeviklər Rusiya ilə bolşeviklər müharibəni davam etdirmək istəmirdilər. Rusiyanı müharibədən çıxartdılar. 1918-ci ilin martın 3-də separat sülhü bağladılar və bir də orada bir maddələr var idi. Osmanlıya Qars, Ərdahan, Batum qaytarıldı Osmanlıya. Yəni hardasa bu Qarsı ruslar 1878-ci ildə almışdılar. Berlin Konqresinin qərarları ilə Qars qalmışdı Rusiyada, Çar Rusiyasında 1918-ci ilin martın 3-də Brest-Litovsk sülhü ilə o əraziləri qaytardı Osmanlı İmperiyasına. Və 1917-ci ildə ümumiyyətlə oktyabrında İtalyan ordusu darmadağın edilmişdi. Belə İtaliyaya Sovet Rusiyası çıxdı müharibədən. Dalınca Bolqarıstan təslim oldu. Bundan qabaq isə Rumıniya 1918-ci ilin may aylarında hardasa Rumıniyanın müharibədən çıxması. Rumıniya Antanta tərəfdən müharibəyə qoşulmuşdu. Almaniyanın vəziyyətini bir qədər yaxşılaşdırdı. Ondan sonra Bolqarıstan təslim oldu. Bolqarıstan dediyimiz kimi Dövlətlər İttifaqı ilə Almaniyanın öz tərəfi idi. Ondan sonra Osmanlı İmperiyası demək yaxın şərqdə əməliyyatlar, xüsusilə də Suriya və Fələstinlə müharibədə ağır məğlub oldu. Osmanlı İmperiyası da müharibədən çıxdı. Və Osmanlı İmperiyasından sonra artıq Avstriyanın özündə yəni inqilab başladı və Avstriyada təslim oldu. Avstriya Macaristan barışıq imzaladı. Qaldı bir Almaniyada. Almaniyada noyabrda inqilab baş verdi. Noyabrın 11-də, 1918-ci ilin noyabrın 11-də və monarxiya devrildi. Almanlar məcbur olub Kompiyen meşəsində fransızlarla təslimçilik müqaviləsi bağladılar və beləliklə 1-ci Dünya müharibəsi başa çatdı. Dediyimiz kimi ümumi götürəndə 1-ci Dünya müharibəsi 1914-cü ilin 28 iyulundan 1918-ci ilin noyabrın 11-nə qədər davam etmişdi. Təxminən 4 il davam edibdi. Yəni belə. Müharibənin yekunlarına gəldikcə isə ağır maddi itkilərə, əskəri itkilərə səbəb olmuşdu. Avropada, yəni belə deyək də, qalib gələn dövlətlərin özləri də xeyli. Məsələn, Fransadır, Antanta tərəfini götürəndə qalib gəldi. Amma buna baxmayaraq onlar hədsiz çox ziyan çəkmişdi. Məsələn, İngiltərənin özü zərbələr almışdı. Fransa, yəni çox məğlub, qalib gəlsələr də çox ağır zərbə almışdılar. Müharibədə ən qazanclı ölkə Amerika Birləşmiş Ştatları olmuşdu. Çünki onun ərazisində hərbi əməliyyatlar getmirdi. Üstə gəldi müttəfiqlərinə borclar vermişdi və yəni özlərindən Avropa ölkələrini, başda İngiltərə, Fransa olmaqla özündən asılı vəziyyətə salmışdı. Dediyim kimi xeyli hərbi mülki insanların həyatına son qoydu. Sonradan aclıq, xəstəlik, tələfat və s. iqtisadiyyata dediyimiz kimi zərbə vurdu. Ən əsası müstəmləkə sisteminin böhranının başlamasına səbəb oldu.